İbtidai icma quruluşunun eramızdan əvvəl 12-8-ci minlikləri əhatə edən dövrü üçün xarakterikdir. Bu hansı dövrdür? Mezolit dövrü. Mezolit dövrü üçün xarakterikdir. Qobustan sakinlərinin ovçuluq və yığıcılıq ilə məşğul olması, bəli. Əhalinin böyük bir hissəsinin oturaq həyata Neolit dövründə keçiblər. 2 aid deyil, ona görə ikiləri çıxdıq. 1 və deməli 1 olmalıdır. Metallurgiyanın meydana gəlməsi, metallurgiya yəni mis Eneolit dövrünə aiddir. 3-ü də buradan çıxdıq. Toxa əkinçiliyin inkişaf etməsi, toxa əkinçiliyi deməli Neolit dövrünə aiddir. Ona görə 4-ü də çıxdıq. İnsanların maddi nemətləri istehsal etməyə başlaması 1-5 doğru cavabdır. Yəni istehsal təsərrüfatının meydana gəlməsi. Parisdə Krım müharibəsinin nəticələrinə həsr olmuş sülh konfransına aiddir. 1853-56-cı ildə 56-da bağlanmış müqavilə sülh konfransına aid deyil. Qaradəniz bütün dövlətlərin hərbi gəmilərinə qapalı elan edildi. Bəli, Rusiya Qaradənizdə hərbi donanma saxlamaq hüququnu itirdi. Doğrudur. Rusiya məğlub olmuşdur. Onu da qeyd edək. Viyana Konqresinin sonraki güc tarazlığı yenidən nizama salındı. Bəli, Balkan yarımadası və Osmanlı ərazisinin bütövlüyü konferansın iştirakçısı olan Avropa dövlətlərinin ortaq təminatına alındı. Qars Ərdahan Batum ilhaq edildi. Bu 1878-ci il Berlin Konqresinin qərarına aiddir. Doğru cavab burada E bəndidir. Türk qoşunları tərəfindən İngilis qoşun ordusunun məğlub edildiyi 1-ci Dünya müharibəsinə aid olan döyüş Kütül Amara döyüşüdür. Doğru cavab D bəndidir. Azərbaycanın 80-90-cı illərində baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Gəlin, burada hadisələrin xronoloji ardıcıllığını müəyyən edək. Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi, deməli, dövlət müstəqilliyi haqqında Konstitusiya 1991-ci ilin oktyabrın 18-i, Vəzirovun 1-ci katibi 1988, Azərbaycan suverenliyi haqqında Konstitusiya qanunu 1989-cu il 23 sentyabr. Prezident vəzifəsi 1990-cı ilin mayı. Ardıcıllıq necə olacaq? Birinci 2 gələcək, sonra 3, 2, 3, 4, 1. Doğru cavab C bəndidir. 2, 3, 4, 1. Quba və Lənkəran xanlıqları üçün ümumi cəhət. Bayat Savaşında 1748 burada iştirak etməyiblər. Qarabağ xanlığından asıllıq qəbul etmələri xeyir, anlı öhdəlik 1803 bunlara aid deyil. 1-ci Rusiya-İran müharibəsi illərində ləğv edilmələri, Quba xanlığı nə vaxt ləğv edilmişdir? 1800 deməli 10-cu ildə, Lənkəran xanlığı da 1826-cı ildə. Deməli, Gülüstan müqaviləsinə görə Rusiya tərəfindən işğalının tanınması. Burada doğru cavab E bəndi olacaq. Verilən xüsusiyyətlərin aid olduğu Azərbaycan şəhərini müəyyən edin. Bir müddət Şəmsəddin Eldənizin iqamətgahı bu şəhərdə yerləşirdi. Rüstəm Padşah Baysunquru 1492-ci ildə bu şəhərdə məğlub etmişdir. Bu Bərdə şəhəridir. Ona görə biz Bərdə şəhərini müəyyən etməliyik. Doğru cavab 3C bəndi. Qaraqoyunlu dövlətinə aid deyil. Qaraqoyunlu dövləti 1410-1468. Gürcü çarı Konstantinin məğlub edilməsi, bəli, 1412-ci ildə Kür çayı sahilində döyüşdə İbrahimin müttəfiqi idi və onları məğlub etmişdi. Ordunun əsasını elatlardan toplanan döyüşlərdən təşkil edilirdi. Mərkəzləşmiş dövlət qura bilməmişdi. Ona görə səhvdir. Nə Ağqoyunlu, nə də Qaraqoyunlu. Teymur Əbülseyd ilə müqavilə bağlanması, bəli, Baharlı sülaləsi tərəfindən də idarə edilirdi. 15-ci əsrdə inşa edilmiş memarlıq nümunəsidir. Şeyx Cüneyd məqbərəsi 1544-cü 16-cı əsrdir. 50-ci çay üzərində körpü 16-cı əsrdir. Bakının şərq darvazalarıdır, eyni zamanda 16-cı əsr. Həşt Behişt saray kompleksi 1483-cü ildir və bu da 15-ci əsr. Ona görə D olacaq cavab. Örtülü bazarda 16-cı, 17-ci əsrə aiddir. Şah Abbasın dövrünə aiddir bu. Doğru cavab burada D bəndidir. 2-ci Aleksandrın təhkimçiliyin ləğv edilməsi barədə verdiyi əsasnaməyə aid deyil. Deməli, bu əsasnamə 1861-də qəbul edilib. Ona görə elə D bəndini buradan sildik. Təhkimli kəndə şəxsi azadlıq əldə etdilər.
Kəndlilərə əmlaka sahib olmaq hüququ verildi. Doğrudur. Kəndli pay torpağını əldə etmək üçün dövlətdən aldığı borcu 49 ilə qaytarmalı idi. Bəli. 21 yaşına çatan və hərbi xidmətə yararlı olan kişilər orduya. Bu 70-ci illərdəki hərbi islahata aid idi. Ona görə doğru cavab burada E bəndi. Tarixi hadisələri xəritədə rəqəmlər ilə işarələnmiş xanlıqlara uyğunlaşdırın. Gilgil çay döyüşündə Rus ordusunu məğlub etdi. Bu Qubadır. Quba 1810. Kürəkçay müqaviləsini imzaladı. Kürəkçay müqaviləsini məsələn burada Qarabağ imzalayıb. 1806-cı ildə ləğv edilərək Rusiyanın əyalətinə çevrildi. Məsələn bu ola bilər C olsun. Məsələn C əyalətinə çevrildi. Sonra Sərdarabad döyüşü nəticəsində Ruslar tərəfindən tutuldu. Bu da aiddir 2-yə. Doğru cavab burada 1 B, 2 D, 3 C, 5 A. Doğru cavab B bəndidir. Uyğunluğu müəyyən edin. Azərbaycanın 20-30-cu illərində sənayeləşmə və yeni iqtisadi siyasətə baxaq. Ərzaq sapalağı ləğv edildi. Bu deməli aiddir bizdə. Yeni iqtisadi siyasətə, ona görə bunu götürmürük. Nuxa istilik stansiyası, elektrik istilik sənayeləşməyə aiddir. Bəli. Xırda kəndli təsərrüfatı kollektivləşmə dövründə ümumi təsərrüfatlarda birləşdi. Yeni iqtisadi siyasət 25-ci ildən aiddir. Bakı və Tovuzda sement zavodları doğrudur. Kəndlilərdən ərzaq vergisi yığılmağa başladı. Bəli, bu da doğrudur. Taxıl ticarəti dövlət inhisarına alındı. Bu isə aid deyil. Çünki taxıl ticarəti daha əvvəl kommunizm dövrü üçün xarakterikdir. 1B, 2AB doğru cavab A bəndidir. Azərbaycanın 2-ci Dünya müharibəsi illəri tarixinə aid deyil. 2-ci Dünya müharibəsi ümumiyyətlə 1939-1945-ci illərdə olub. Azərbaycanda 41-45 Böyük Vətən müharibəsi illəri tarixi adlanan dövrdə müharibədə iştirak edib. İsrafil Məmmədov Sovet İttifaqı qəhrəmanı fəxri adına verilib. Bəli, dünya tarixində ilk dəfə neft sistemlərinin gəmilərin arxasına bağlanaraq daşınması prosesi olub. Yüksək oktanlı Yusif Məmmədəliyev aviasiya yanacağı hazırlayıb. Pasport sistemi 1932-ci ildən tətbiq edilib. Ona görə bu müharibə illərinə aid deyil. 77-ci diviziyada yenidən komplektləşdirilib. Burada aid olmayan təkcə Manna dövlətinin mövcudluğu dövrünə aiddir. Manna dövləti nə vaxt mövcud olub? Eramızdan əvvəl 9-cu əsrdə yaranmışdır və eramızdan əvvəl 596-cı əsrin əvvəllərinə qədər mövcud olmuşdur. Astiyaqın zərdüş kahinləri sayılan mağlar ilə yaxınlaşması. Bu kimdir? Astiyaq Midiya hökmdarıdır və Astiyaqın fəaliyyəti dövründə Manna dövləti yox idi. Midiyanın Assuriya əsarətindən azad olması eramızdan əvvəl 672-ci ildir. Ona görə elə doğru cavab bu olacaq. Bu vaxtda Manna mövcud idi. Assurların Şuşa vilayətini itirməsi də bu eramızdan əvvəl 2-ci milliyə aid idi. Manna onda yox idi. 3-cü Dara eramızdan əvvəl 331-ci il Qavqamela döyüşündən sonra öldürüldü. 330-cu ildə daha doğrusu və Əhəməni dövlətinin tarixi sona çatdı. Azərbaycanın şimalda müstəqil dövlətin yaranması bu Albaniya dövləti idi 4-cü əsr. Doğru cavab B bəndi. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. İmam Mustafayev, Heydər Əliyev. Repressiya illərində cəzaya məruz qalanlara bəraət vermə başlayıb İmam Mustafayevin vaxtında. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi. Hər ikisi Azərbaycana rəhbərlik edib. Bakının beynəlmiləl şəhər kimi Azərbaycanın tərkibindən çıxarmaq planını pozdu. Bunu pozan İmam Mustafayev idi. Bakı Məişət Kondisionerləri Zavodu 1975-ci il. Bu da Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə aiddir. 1 AC, 2 D, 3 B. Doğru cavab burada
C bəndidir. Xəritədə ulduz ilə işarələnmiş qədim dövlətin tarixinə aid xüsusiyyətləri müəyyən edin. Bu hansı dövlətdir? Bu qədim Çindir. Qırmızıqaşlılar üsyanının baş verməsi, bəli, Qırmızıqaşlılar üsyanı aid edir Çinə. Eramızdan əvvəl 2-ci yüzillikdə dünya ticarət yollarına çıxış əldə etmişdir. Bu da aiddir. İrsi hüquq vəzifələr olan insan təyyarələri Hindistana aiddir. 2-ci yüzillikdə ayrı-ayrı dövlətlərə eramızdan əvvəl parçalandı. Bu da Çinə aid deyil. Bu Hindistan deyilər. 1-2 doğru cavab burada E bəndidir. İslam mənbələrində Əfrasiyab sülaləsi kimi tanınırdılar. İslam dinini ilk qəbul edən dövlətlərdən biri olmuş, İslamın rəsmi din kimi qəbul edilməsi ilə Türkistan ərazisində yaşayan əhalinin böyük əksəriyyəti bu dini qəbul etmişdir. Bəhs edilən dövlət ilə Səlcuq imperatorluğu üçün oxşar cəhət. Bu hansı dövlətdir? Bu Qaraxanlı dövlətidir. Biz Qaraxanlı ilə Səlcuqları müqayisə edəcəyik. Səlcuq. Oxşar cəhət müəyyən. Dövlət iki hissəyə parçalanmışdır. Bəli, həm Qaraxanlı, həm də Səlcuq dövləti iki hissəyə parçalandı. Qarakitaylar ilə mübarizə. Həm Səlcuq, həm də Qaraxanlının Qarakitaylar ilə mübarizəsi mövcuddur. Doğru cavab burada 1 və 3-dür. Uyğunluğu müəyyən edin. Moğol dövlətinin əsasını qoydu. Gəlin aşağıdan başlayaq. Xarəzmşah Cəlaləddinə sığınacaq verdi. Şəmsəddin el tutmuş sığınacaq vermişdir. 1. Zəmindarlardan alınan torpaqlar kəndlilərə icarəyə verildi. Bu Əlaəddinin fəaliyyətinə aiddir. Sonra Moğol dövlətinin əsasını qoydu. Nə budur, nə Xələcdir, nə Əkbərşahdır. Heç biri aid deyil. Ona görə elə yalnız burada 1 və 4 doğru cavab D bəndidir. Səfəvi dövlətinin 16-cı əsrin 60-cı illəri və 18-ci əsrin 30-cu illəri tarixinə aid oxşarlığı müəyyən edin. Osmanlı qoşunları üzərində qələbənin qazanması, məsələn, bu hansı tarixlərdir? Bağdad yaxınlığında məğlub etmişdi Nadir 1733-də. Burada da 1578-ci il döyüşləri Osmanlı qoşunu üzərində qələbə qazanılıb. Doğru cavab A bəndidir. Səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi bəndləri müəyyən edin. 3 bəndi müəyyən etməliyik. Katoliklər ilə protestantlar arasında mübarizə 30 illik müharibənin başlanması. Bəli, Avropada katolik və protestant mübarizəsi. Osmanlının Kiçik Asiya və Suriyadan keçən ticarət yollarının öz əlinə alınması, şərqə doğru xaç yürüşlərinin başlanması. Xaç yürüşləri bildiyiniz kimi 1099-da ilk xaç yürüşü başlayıb, Osmanlı isə 1102-də yaranıb. Ona görə ikini biz çıxsaq elə cavabımız çıxır 1, 4, 5. 3 niyə deyil? Lüterin fikirlərinin 95 tezadı ilə çap edilməsi, Almaniyada indulgensiya alverinin genişlənməsi. İndulgensiya alverinin genişlənməsi bu Lüterin fikirlərinin geniş yayılmasına səbəb olmuşdur. 1, 4, 5 doğru cavabdır. C bəndi. ABŞ ilə İngiltərə arasında 1783-cü il müqaviləsinin imzalandığı dövlət Versal sarayında imzalanmışdır. Parisdə. Burada da 1, 2, 3, 4, 5. Fransa haradır? Paris haradır? 1. Doğru cavab A bəndidir. Müqəddəs birlik ilə aparılan müharibələr nəticəsində məğlub olan Osmanlı İmperiyası 1699-cu il Karlovitsa müqaviləsini imzaladı. Kiçik Qaynarca sülh müqaviləsi 1774-dür. Bu aid deyil. Biri çıxdıq. Elə 2 cavabımız qaldı. Krım xanlığını itirdi. Xeyr, aid deyil. Krım xanlığı 1783-cü ildə itirilib. Strateji əhəmiyyəti olan Kipr adası itirildi. Bu da deyil. Durğunluq dövründən geriləmə dövrünə qədəm qoyuldu. 4. Mərkəzi Avropadakı ərazilərin çox hissəsi qalib dövlətlərə güzəştə getməli oldu. 4 və 5 doğru cavabdır. Bəndlərdən biri Vaşinqton konferansının nəticələrinə aiddir.
19-cu il deməli Paris Sülh Konfransını tamamlamaq üçün Amerikada çağırıldı Washington konfransı. Mandat sistemi ilə torpaqların bölüşdürülməsi Washington konfransına aid deyil. Burada dəniz silahlarının məhdudlaşdırılması haqqında müqavilələr bağlanmışdır. Millətlər Cəmiyyətinə də aid deyil. Elzas-Lotaringiya Fransaya qaytarılması aid deyil. ABŞ-ın Millətlər Cəmiyyətinə daxil olması, bu da Washington konfransının nəticəsi deyil. Doğru cavab burada B-dir. Almaniya və SSR-yə aid ümumi cəhətlər. SSR yaranıb 1922. Mandat sistemi əsasında torpaqların bölüşdürülməsi. Bu aid deyil. Almaniyaya aiddir, amma SSR-yə aid deyil. Brest-Litovsk müqaviləsinə aid deyil. Çünki bu müqaviləni Rusiya ilə Almaniya arasında imzalanıb, amma SSR yox idi. Millətlər Cəmiyyətinə daxil edilmələri həm SSR, həm Almaniya Millətlər Cəmiyyətinə daxil edilib. SSR ilə də Almaniya arasında Molotov-Ribbentrop paktı imzalanıb. Burada 3-4 doğru cavabdır. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Heysam İbn Xalid özünü müstəqil hakim elan etdi. Haşimlər sülalası. Bu Şirvanşah hökmdarıdır. Haşimlər Dərbəndə aiddir, Dərbənd əmirliyinə. Bir ona görə olmaz. Yusif ibn Əbu Sacın hakimiyyətə gəlməsi Sacilər dövləti xilafətin asılılığından çıxdı. 912-ci ildə xilafətə xərac göndərməsində dayandırdı. 2 doğrudur. Sultan Toğrul Təbrizi tutdu. Rəvadilər müstəqilliklərini itirdilər. Bəli, müstəqilliyini itirdilər, amma Alparslanın vaxtında hakimiyyətləri sona çatdı. Didqori döyüşü 1121 Tiflis Müsəlman Əmirliyinin ləğvi ilə nəticələndi. 4 doğrudur. Burada 3 doğru idi. Şəddadilərin ərazisində Oğuz türkləri məskunlaşdı. Səlcuq dövləti ilə münasibətlər kəskinləşdi. Bu yanlışdır. Burada 2, 3, 4 doğru cavabdır. Rusiya-İran müharibəsi 2-ci, yəni 1826-1828 dövrünə uyğun gəlir. Zəyəm döyüşü 1805, bu deyil. Sultanbud döyüşü, bu da 1-ci Rus-İran müharibəsinə aiddir. Cavanbulaq Sərdarabad 27-ci il, Urmiya Ərdəbilin Ruslar tərəfindən tutulması da aiddir. Şamaxı xanlığının ləğv edilməsi 1820-ci ildir. Ona görə burada doğru cavab 3 və 4 olacaq. Birinci mətndə verilən prosesdən fərqli olaraq ikinci mətndə, yəni buna aid olan, xarakterik olanı müəyyən edəcəyik. Bir nədir? Tiryək ticarətinin qadağan edilməsi əcnəbi tacirlərdən bu zəhərli məhsulun idxalı və ixracı ilə məşğul olmayacaqlar barədə iltizam. Bu aiddir Tiryək müharibəsi. Tiryək müharibəsi. İkinci isə aiddir Sipahilər üsyanı. Sipahilər üsyanı. Hindistanda 57-59. İkinciyə aid olanı müəyyənləşdirəcəyik. İngilislər tərəfindən hər ikisi məğlub edilib. Ona görə aid etmirik. Böyük Moğol dövlətinə rəsmən 1859-da Sipahilər üsyanı nəticəsində məğlub oldular və Böyük Moğol dövlətini rəsmən son qoyuldu. Aiddir. Nankin bu Tiryək müharibəsinə aiddir. İngilis-Çin münasibətləri pisləşdi. Bu 1-ə aiddir. Sipahilər məğlub oldu. 2-yə aiddir. 2-5 doğru cavabdır. Uyğunluğu müəyyən edin. 19-cu yüzilliyin birinci yarısında ABŞ və Böyük Britaniya Fransa. Waterloo döyüşündə məğlub olan Fransa idi 1815. Dünyada ilk dəmir yolu 1825-dir. Burada birinci yarısından söhbət gedir. Buna diqqət etməliyik. Kanadaya 1867-ci ildə Dominion hüququ verilib. Bu ikinci yarıya düşür. Monroe 1823-cü il Monroe doktrinası birinci yarıdır. Homesteadlər haqqında 1862-ci il Amerika budur. Bunları çıxırıq. Niyə? Bu aiddir ikinci yarıya. Biz ABD-ni müəyyənləşdiririk. 1-ə deməli gedəcək Monroe doktrinası, D, Böyük Britaniya ilk dəmir yolu xətti, Fransada Waterloo. 1D, 2B, 3A doğru cavab belədir.
Biz bu mətni oxuduqdan sonra müəyyənləşdirə bilərik ki, mətndə söhbət nədən gedir? Restavrasiya kraldan çox parlamentin təmsil etdiyi Birləşmiş sinifin restavrasiyası idi. 1660-cı il İngiltərədə Stuartların restavrasiyası prosesindən söhbət gedir. Mənbədə bəhs edilən restavrasiyanı həyata keçirən parlamentin ilk qərarını tarixi biliklərinə əsasən müəyyən edin. Burada parlamentin ilk qərarı nə oldu? Yəni, Stuartlar sülaləsi. Bu parlament yenidən çağırıldı və Stuartlar sülaləsi bərpa edildi. Bundan əvvəl parlament var idi, amma parlamentin fəaliyyəti qadağan edilmişdi. 1660-da yenidən çağırıldı və Stuartlar sülaləsini bərpa edildi. Və yaxud da ola bilər 2-ci Charles'ın hakimiyyətə gətirilməsi. Bu da doğru cavab ola bilər. Mətni oxuduqdan sonra bu mətnin 1660-cı il restavrasiyaya aid olduğu bəlli olur. Mənbədə bəhs edilən kralın hakimiyyətə gələrkən verdiyi vədləri tarixi biliklərinizə əsasən müəyyənləşdirin. 2-ci Charles İnqilab iştirakçılarını təqib etməyəcək. Deməli, ələ keçirilmiş torpaqlar ki var idi. Ələ keçirilmiş torpaqlar toxunulmazlığı təmin ediləcək. Bu şərtlərlə o hakimiyyətə gəldi. Mətni oxuduqdan sonra biz müəyyənləşdirə bilərik ki, burada 1660-cı il restavrasiya prosesindən söhbət gedir və suala əsasən cavabı tapaq. Mənbədə bəhs edilən 2-ci James ordunun hakimiyyətdən uzaqlaşdırılmasının səbəbini tarixi biliklərinizə əsasən müəyyən edin. Stuartlar sülaləsinin nümayəndəsi 2-ci James niyə hakimiyyətdən uzaqlaşdırıldı? Çünki o katolik mütləqiyyət rejimi yaratmağa cəhd etdi. Sonra başqa cavablar nələr ola bilər? Ola bilər katoliklərin Anglikan kilsəsindən yüksək vəzifəyə təyin edilməsi, Stuartların katolik təriqətini yaymağa çalışması, katolikliyin ön plana çıxarılması. Bir doğru cavab yazdığınız halda tam bal almış olacaqsınız. Mətni oxuduqdan sonra biz müəyyənləşdirə bilərik ki, burada 1660-cı il restavrasiya prosesindən söhbət gedir və suala əsasən cavabı tapaq. Mənbədə bəhs edilən 2-ci James ordunun hakimiyyətdən uzaqlaşdırılmasının səbəbini tarixi biliklərinizə əsasən müəyyən edin. Stuartlar sülaləsinin nümayəndəsi 2-ci James niyə hakimiyyətdən uzaqlaşdırıldı? Çünki o katolik mütləqiyyət rejimi yaratmağa cəhd etdi. Sonra başqa cavablar nələr ola bilər? Ola bilər katoliklərin Anglikan kilsəsindən yüksək vəzifəyə təyin edilməsi, Stuartların katolik təriqətini yaymağa çalışması, katolikliyin ön plana çıxarılması. Bir doğru cavab yazdığınız halda tam bal almış olacaqsınız.